Salam, xoş gördük sizləri. Bugün sizinlə belə bir sertifikasiya miktipli məsələ izahına baxacağıq. Deməli, məsələnin şərtinə baxırıq birinci növbədə. Məsələdə nə deyir? Səyyah meridian üzərində şimal qütb dairəsindən cənuba doğru hərəkət edərək 1835.5 kilometr yol getmişdi. Birinci hissəni həll eləyək. Birinci, şimal qütb dairəsi bilirik ki, 66,5 dərəcə şimal enliyindən keçir. Şimal enliyindən. Bu enlikdən üzü aşağıya doğru hərəkət edib 1831,5 kilometr. Meridian üzrə hərəkət edəndə neçə dərəcə hərəkət etdiyini tapmaq üçün 1 dərəcəlik meridian qövsünün uzunluğuna bölürük. Yəni 111-ə bölürük. 1835,5 kilometri. Buradan alarıq ki, səyyah 16,5 dərəcə cənuba doğru hərəkət edib. 66,5-dən 16,5-in çıxırıq ki, 16,5 dərəcə aşağı hərəkət edib. Görək hansı enliyə çatıb. Alarıq ki, 50 dərəcə şimal enliyinə çatıb. Məntəqəmizi bildik ki, 50 dərəcə şimal enliyidir. İkinci hissəyə baxaq. İkinci deyir ki, onun çatdığı paralel, yəni 50 dərəcə şimal enliyi paralel üzərində A və B məntəqələr arasında 3,2 saat yerli vaxt fərqi var. 50 dərəcə şimal enliyini çəkdik. Burada iki dənə həmin məntəqə üzərində, paralel üzərində iki dənə məntəqə qeyd olunub. Bir A məntəqəsi, bir B məntəqəsi. Coğrafi uzunluqların bilmirik nə qədərdir. Amma bilirik ki, A ilə B arasında 3,2 saat vaxt fərqi var. 3,2 saatı biz dəqiqəyə çevirməliyik birinci növbədə. Ona görə 1 saatımız 60 dəqiqə olduğuna görə 3,2 saatı 60 dəqiqəyə vurarıq. Və buradan alarıq ki, məntəqələr arasında 192 dəqiqə zaman fərqi var. Bizdə də coğrafi uzunluq fərqini 4-ə vurmaqla saat fərqini tapırdıq. 4-ü vururuq A minus B-yə, yəni coğrafi uzunluq düsturumuz budur. Bərabər edirik 192 dəqiqə zaman fərqinə. Buradan da alarıq ki, A ilə B arasındakı coğrafi uzunluq fərqi 48 dərəcə imiş. Yəni A-dan B-yə qədər olan dərəcə fərqi 48 dərəcədir. Bilmirik amma hansı coğrafi uzunluqdadır. Axır bilirik ki, bunlar arasında 48 dərəcə fərq var. Daha sonra üçüncü hissəyə keçirik. Üçüncü hissədə nə deyir bizə? Deyir ki, bu məntəqələr arasında miqyası 1 bölünsün 215 deməli olan xəritədə məsafəni hesablayın. Deməli, baxırıq. Bildik ki, 48 dərəcə fərq var. 50 dərəcəlik paraleldə 50 dərəcəlik paraleldə yerləşir. 1 dərəcəlik qövsün uzunluğu 71,7 kilometrdir. 48 dərəcə nə qədər məsafə eləyər? Həqiqi məsafəni tapaq buradan. 48-i 71,7-yə vuranda alarıq ki, 3441 tam onda 6 kilometr həqiqi məsafədir bunlar arasında. Bu həqiqi məsafəmizdir. Miqyasımız görək. Miqyası da kilometrə çevirmək üçün 5 dənə sıfır silməliyik. 4 sıfır silirik, biri çatmır. O birində vergülü atırıq irəliyə. Eləyir 215 tam onda 1 kilometr alırıq. Həqiqi məsafəmiz var, miqyasımız var. Bizdən də deyir ki, xəritədəki məsafəni tapın. Xəritədəki məsafə də bərabərdir. Həqiqi məsafə bölünsün miqyasın kəmiyyəti. Miqyas. Buradan da 3441 tam onda 6-nı bölərik 215 tam onda 1-ə. Buradan da alarıq ki, xəritədəki məsafə 16 santimetrdir. Cavab C variantı.